Salam değerli izleyicilerimiz, hoş gördük her birinizi. İndi ise gözəl izleyicilerimiz, biri buynuzlu bordağa gedən mallar. Sona kadar izleyin. Kanalımıza abone olun ki, her gün çəkilişlərimizdən xəbəriniz olsun. Gözəl izleyicilerimiz, bax, hamısı bordağa gedən erkək danalar. 1900 manatdan deyilir. Yani bu kardeşimiz tanıdığımız adamdır. Kim almaq istəsə, bunda qapıda da mal olur. Bundan əlaqə saxlasın. Bax, belə bordağa gedən dana kimə lazım olsa, zəh vura bilərsiniz. Hamısı sağolda dana. Bordağa gedən danalardır. Özdə qardaşımızın da əli xeyirlidir. Ha, onu da deyir. Yəni kim bundan mal alıbsa, həmişə çörək olur. Çörəyə verən Allah'dır, qurban olma Allah'a. Allah kim mal alır, mal satır, çoxlu xeyrin versin. Yani içində iri mallar da var da bilirsiniz. Bax, belə erkək. Bordağa gedən mallar da büyünlərim, yani bu çəkilişimizdə ancaq bordağa gedən danalar çəkiləcəkdir. O biri çəkilişimizdə isə növbət çəkilişimizdə şöh malları çəkəcəyik. Qiymətləri də 1900 manatdan deyilir, var 4 tane dana. Bordağa gedən erkək dana. Neçə deyirsən bunu? 3'e deyir. 3000 manat. Bax, bunlar da yeme gedən mallar. Bax, erkək danalardır. Şom üst-üstə 1400'den deyir. Yani razılaşma yerləri var. Gözəl izləyicilərimiz. Siz də yazırsınız, nə bilim, çox adam görürəm kommentlərdə yazır. Başka bazarları, başka rayonun bazarlarını çəkməyə. Gözəl izləyicilərimiz, elə şey istəyirsiniz. Yəni burada mənim elə bir güclü gəlirim yoxdur. Elə bir güclü gəlirim yoxdur. Çünki layıkımız azdır. Güclü gəlirim olsa, YouTube'dan qazandığım pulla gedib çəkərəm. Amma belə dəstək olun, gedim çəkim. Mənim gözüm üstə. Yanacağımızın pulu çıxsın, gedim çəkim. Bütün rayonları, bütün bazarları bilirsiniz də, mən o vaxtı Gürcistan mal bazarına da gedir. Orada da çəkiliş eləmişdim. Qardaş, bunu neçəyə deyirsən? Neçəyə? 1850 manata, erkək dana. Yemə gedən danadır. Bunlar gözəl izləyicilərimiz. Alınıbdır, bura vurulub. 1300 manatdan alınıbdır. Erkəkdir hamısı. Yemə gedən mallardır. Yəni bu günləri bu çəkilişimizdə yemə gedən malları çəkəcəyik. Növbəti günə Camış bazarını çəkəcəm, buraxacağım. Bugün çəkəcəm bunları. Yəni hamısını bugün buraxmayacağıq da. Bu günlərim birini buraxacağıq videonun. Sabah birin, bürsüyün birin. Kanalımıza abone olun ki, xəbəriniz olsun. Lətlik malı da çəkəcəyik. Qoyun bazarını da çəkəcəyik. Kanalımıza abone olun, orada abone ol sözü var. Zınqıroya açıq ki, video yüklənən kimi sizə bildiriş gəlsin. Eşək danalardır, bordağa gedən 1300 manatdan alınır. Allah alanı xeyrin versin. Satanın da xeyrin versin. 1500 manata da bunlar deyilir. Sütü 3000. Erkək danadır. Bordağa gedən danalardır. Videomuzun da hamısı standart 10 dəqiqə olacaq. Oktavoy. Şom 1700 manatdan deyilir. Hamısı da erkəkdir. Yemə gedən mallardır. Qəşəng mallardır. $1700 manatdan deyilir. Onu da vurğulayım ki, Bərdə mal bazarındadır. 1150 manatdan bax bunlar deyilir. Erkək üçü də. Alıp bir 3-4 ay bırakasan açıq, boğazına kəndir bağlanmasa, 3-4 ay
çöldə yeyərlər, ondan sonra bağlayasan yemə. Yəni bunlar polunu yarıyırlar. Yarım saat. Bunlar da yemə gedən mallardır. 1400 manat deyilir. Yaşaq mallar bunlar. O sırasına yığıldılar bura. 17 ilə 18, 18, 18, 16, 17, 18 hər qiymətdə burada mal var. Yəni mal çoxdur da görürsünüz. Burada iri göngələr var da. Hamısı da yemə gedən mallardır da. Yəni yem yemiş mallar deyil. Hamısı da yemə gedən danalar. Görürsünüz, hamısı pramozundan aldın, apardın, bağlayırsan müalicəsini eləyib, yemə. Saz danalardır. Bunlar da gözəl izləyicilərimiz. Görürsünüz, 3 dənə əldədir. 1850 manata deyilir. Erkək danalar. Arxasını çəkək. Malın arxasına da baxsınlar da. Çom bu danalar görürsünüz də 1880-dan deyil. Yemə gedən danalardır. 1880. Çöldəkilər neçədir balacalar? Bunlar neçədir? Onlar 15 əl. Bunlar da 1550 manata deyir. Erkəkləri deyir ha. Bir dənəsi dişidir. Haydi. Geri. 2450 manata deyir. Yəni bu malın sortunu bilirsiniz də. Angus. Kola sortu. Bunlar qəşəngəti yılan olur. Qiyməti də qəşəngdir. 2450. Saklaş şimdi. Yemə gedən düyələrdə çəkiləcək. İndi kök danalar çəkiləcək. Abunə olun ki, xəbəriniz olur. Bunlar hamısı yəni kəndir görməmiş mallardır, dağ malıdır. 19 yarımdan deyir. Yəni sırf ətli sortudur da bu mallar. Böyle çəkim hamısına baxın. Super sort heyvanlar. Bunlar ət yığan mallar. 19 yarımada deyilir. Görürsünüz də qəşəng sort danalar. Buynuzu da alan dana var. Bilirsiniz nə ət yığır o. Bunlar ne senin deyirsiniz? 22 yarımdan. Yəni bunlar yarım yeylaqdır da, gözəl izləyicilər. Bunlar elə bir da ələngə deyil də, ətlər üstündədir. Bunları alıp 22 yarımdan deyir. İndi alası olsanız biraz aşağı indirim eləyər də qardaşımız. Basasınız bunları yeməyə, 5 aydan sonra gətirib satarsınız. Qəşəng mallar, sortu var. Bunlar saz danalardır, iri mallardır. 2550 manatdan mallar kom satılır. Dananın yekəliğini görürsünüz də. Bir dənə içində biraz xırdası budur. 2550 manatdan üst-üstə satılıbdır. Allah alanında, satanında xeyrin versin. Saz danalar. Özel izləyicilərimiz bax, bunlar da satılır. 2550 manatdan satılır. Saz danalar. Allah yenə deyirəm, alanın da, satanın da çoxlu xeyrin versin. Gözəl izləyicilərimiz indi
Qurbağa edən malların çəkilişini yekunlaşdırırıq. Kanalımıza abunə olun. İnşallah bu videonun ardı sabah paylaşım olunacaq. Bərdə mal bazarından. İndi isə bordaq danalar çəkilir.